Alo. Alo, salam əkim. Salam aleyküm. Mən istəyərdim ki, atamla barədə danışardım. Atayla beraber. Buyurun. Ə, Mənim atamın baş ağrısı olur, davliniya olur, şəkər xəstəliyi deyirlər, şəkər xəstəliyidir. Göz barədə gözündə də qaraltı gəlir, gözü yaxşı görmür. O barədə istəyərdim məlumat alım. El o barədə danışıram, əziyyət təsadüfən düz o barədə danışıram. Çox sağ olun sualınıza görə, minnətdarım. Və bu damarlar daraldıqca, dəyərli izləyicimiz demişkən, görmə də zəifləyir, eşitmə də zəifləyir, yaddaş da zəifləyir və ayaqda da dediyim kimi o yaralar əmələ gələ bilər, tropik yaralar və əziyyət verə bilər. Xüsusilə də bəs nə etməli? Əsas nə etməli? Sizə aşağıdakı məsləhətləri verirəm. Mütləq mənada hər gün alma sirkəsi bir xörək qaşığı, bir stəkan isti suya qatırsınız, ilıq suya. Üzərinə də bir qaşıq bal əlavə edirsiniz, qəbul edirsiniz. O, xolesterini normaya salacaq. Damarlarınızı təmizləyəcək. Digər bir məlhəm. Nə etməli? Götürürsünüz bir çay qaşığı zəncəfil, bir xörək qaşığı bal və bir limonun şirəsi. Bir stəkan suda qarışdırırsınız, içirsiniz. O da yenə damarlarınızı gül kimi edəcək. O yığıntıları təmizləyəcək, qan dövranını yaxşılaşdıracaq, immunitetinizi qaldıracaq və yenə də qanda xolesterinin miqdarını qaydasına salacaq. Başqa bir məlhəm. Götürürsünüz, iki baş sarımsağın dişini əzirsiniz, əzəndən su stəkana tökürsünüz, üzərinə su əlavə edirsiniz və təbii ki, isti halda qalır orada 5 gün. 5 gündən sonra bir çay qaşığı səhər, bir çay qaşığı axşam qəbul edirsiniz, yeməkdən əvvəl. O da yenə həm damarları təmizləyir, yaddaşı yaxşılaşdırır, yuxunu dərinləşdirir. Çox gözəl bir resept.